Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam dəyərli izləyicilər. Yenidən sizinləyik və bu dəfə də aktual bir mövzu ilə qarşınızdayıq. Bu videomuzda Azərbaycanda pensiya yaşının mümkün azaldılması ilə bağlı gündəmdə olan son məlumatları sizinlə ətraflı şəkildə bölüşəcəyik. Hörmətli izləyicilər, son dövrlərdə müzakirə edilən məsələlərdən biri də ölkəmizdə pensiya yaşının aşağı salınması ehtimalıdır. Hal-hazırda Azərbaycanda həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65 olaraq müəyyən edilib. Yəni vətəndaşlar yalnız 65 yaşını tamamladıqdan sonra əmək pensiyası və ya yaşa görə sosial müavinət almaq hüququ qazanırlar. Qeyd edək ki, əmək pensiyalarında son artım bu ilin fevral ayında həyata keçirilmişdi və həmin artım yanvar ayının indeksasiyası ilə birlikdə ödənilmişdi. Növbəti artımların isə ənənəvi olaraq iyul ayına təsadüf edəcəyi ehtimal olunur. Bu da o deməkdir ki, ilin ikinci yarısında pensiya və sosial ödənişlərdə yenidən artımlar baş verə bilər. Mövzu ilə bağlı səsləndirilən fikirlərə əsasən, millət vəkili Vüqar Bayramovun açıqlamalarında bildirilib ki, Azərbaycanda pensiya yaşının 65-dən 60-a endirilməsi müzakirə edilə bilər. Yəni ümumilikdə pensiya yaşının 5 il azaldılması ehtimalı gündəmdədir. Bu təklifin əsas səbəblərindən biri ölkədə orta ömür uzunluğu ilə bağlı statistik göstəricilərdir. Məlum olduğu kimi, Azərbaycanda orta ömür müddəti təxminən 70-75 yaş arasında dəyişir. Bu isə o deməkdir ki, vətəndaşlar pensiyaya çıxdıqdan sonra orta hesabla cəmi 10-12 il ərzində pensiya ala bilirlər. Bundan əlavə, bəzi hallarda insanlar pensiya yaşına çatmadan, məsələn 40, 45 və ya 50 yaşlarında həyatını itirirlər. Bu zaman onların işlədikləri illər ərzində topladıqları pensiya kapitalından istifadə etmək imkanları olmur. Nəticədə həmin vəsaitlər dövlət büdcəsində qalır və ümumi sistem daxilində digər pensiya ödənişlərinə yönləndirilir. Hazırda müzakirə olunan digər vacib məsələlərdən biri də budur ki, əgər vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, onun topladığı pensiya kapitalının ailə üzvlərinə verilməsi mümkün olsun. Məsələn, əgər şəxsin hesabında 20 min, 25 min və ya 30 min manat civarında vəsait varsa, bu məbləğin ailəsinə müavinət, təqaüd və ya birdəfəlik ödəniş şəklində qaytarılması ilə bağlı təkliflər irəli sürülür. Bu istiqamətdə də müvafiq müzakirələr davam etdirilir. Statistik məlumatlara nəzər saldıqda bir daha aydın olur ki, ölkədə uzunömürlülük səviyyəsi çox yüksək deyil və insanların böyük bir hissəsi 70-75 yaş aralığında həyatını başa vurur. Bu səbəbdən də mövcud pensiya sistemi çərçivəsində vətəndaşlar işlədikləri dövr ərzində topladıqları pensiya kapitalının tam məbləğini geri ala bilmirlər. Bir çox hallarda isə bu vəsaitin yalnız müəyyən bir hissəsi pensiya şəklində vətəndaşa qaytarılır. Məhz bu kimi amillər nəzərə alınaraq, pensiya yaşının 5 il azaldılması təklifi irəli sürülür. Əgər bu dəyişiklik həyata keçirilərsə və pensiya yaşı 60-a endirilərsə, bu zaman vətəndaşlar daha erkən pensiyaya çıxaraq topladıqları vəsaitin daha böyük hissəsini geri alma imkanına sahib ola bilərlər. Hesab olunur ki, bu halda insanlar topladıqları pensiya kapitalının təxminən 70-80%-nə qədər olan hissəsini müxtəlif ödənişlər formasında geri əldə edə bilərlər. Bununla yanaşı qeyd etmək lazımdır ki, pensiya yaşının azaldılması ilə bağlı məsələ hələlik müzakirə mərhələsindədir və yekun qərar qəbul edilməyib. Lakin bu istiqamətdə aparılan müzakirələr cəmiyyət tərəfindən də böyük maraqla izlənilir. Digər tərəfdən gözləntilərə görə iyul ayının birdən etibarən bir sıra sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutula bilər. Bu isə ümumilikdə sosial rifahın yaxşılaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Hörmətli izləyicilər, beləliklə bu videomuzda sizə Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı gündəmdə olan son yenilikləri və ehtimalları geniş şəkildə çatdırdıq. Mövzu ilə bağlı yeni məlumatlar olduqca, onları da sizinlə paylaşmağa davam edəcəyik. Diqqətiniz üçün təşəkkür edirik. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.